Çox təcili olaraq Yasamal rayonu Yeni Yasamal qəsəbəsində 200 kvadrat metrlik obyekt satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak obyektdir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın hündür mərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 200 kvadrat metr olan obyekt təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Bu obyekti alıb biznes fəaliyyəti üçün istifadə etmək də olar, mərasim evi, restoran kimi fəaliyyət göstərmək olar və təcili olaraq satıldığı üçün çox ucuz qiymətə qoyulubdur. Sonda qiyməti xatırladacağım, izləmədə qalın. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu obyekt yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində. Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın hündür mərtəbəli yeni inşa olunmuş binanın birinci mərtəbəsində. Ümumi sahəsi 200 kvadrat metr olan və ən əsas məsələ də ondan ibarətdir ki, sənədi kupçu olan bir obyektdir. Əvvəldə bildirdiyim kimi bu obyekti alıb biznes fəaliyyəti kimi də istifadə etmək olar, yəni icarəyə vermək də mümkündür. İstənilən şəraitdə restoran kimi və yaxud da mərasim evi kimi də fəaliyyət göstərmək olar. Bu obyektin qiyməti 595 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.